Salam, hər vaxtınız xeyirli və uğurlu olsun əziz və dəyərli dostlar. Bugün sizlərlə birlikdə 13 avqust 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 3-cü ixtisas qrupu üzrə hazırlanmış blok imtahanının suallarına, Azərbaycan fənni üzrə olan suallara nəzər salacağıq. Gəlin vaxt itirmədən başlayaq. Qeyd edim ki, əgər PDF-ni əldə etmək istəyirsinizsə 050 550 18 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Baxaq dostlar suallara. Öncəliklə qələm açaq. Deməli, hansı cümlədə ilə bağlac kimi işlənmişdir? Biz deyirik ki, cümlələrdə hansını da əgər və ilə əvəz edə bilirsə, burada bağlayıcı olur. Əvəz edə bilmirsə, qoşma olur. Deməli, Vüsal öz məktəb yoldaşları ilə çox mehriban dolanır cümləsində. Burada deməli nədir? İlə qoşmadır. Bizə lazım deyil deyə atırıq. Dediklərin əməlinlə uyğunlaşsın. Əməlin ilə. Burada da qoşmadı lazım deyil. İmran kişi indiki işçiləri ilə fəxr edirdi. Bizə lazım deyil. Atırıq bağlayıcı deyil çünki. Rüstəm kişi otaqdan çıxan kimi pərişan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqladı. Burada ilə artıq zərfdir. Sabirin gülməyi ilə ağlamağı bir-birinə seçilmir. Bəli, iləni burada və ilə əvəz edəndə Sabirin gülməyi və ağlamağı bir-birinə seçilmir. Elə doğru cavabımız səndəmə Y variantıymış. İkinci sual. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Hüseyin bəy özünü Murada tutub dedi. Deməli, belə olmalıdır dostlar. Murada tutub dedidən sonra olmalıdır qoşa nöqtə. Birinci gəlir, yəni qoşa nöqtə. Qoşa nöqtə olmayanları atırıq. Deməli, A variantı getdi, C variantı getdi. A kişi. A kişidən əvvəl nə olmalıydı? Tire olmalıydı. Bura bir dənə tire qoyuruq. A kişinin xitab olduğuna görə özündən sonra vergül tələb edir. Deməli, tire gəlməlidir, sonra da vergül gəlməlidir. Y lazım deyil bizə, atırıq. Qaldı B və D variantları. Deməli, sonra sən bir kasıb adamsan. Adamsan xəbər artıq burada cümlə bitdiyinə görə biz buradan vergül atırıq. Uşaqlarına ali təhsil verməyə gücün çatarmı? Burada artıq sual işarəsi olmalıdır. Deməli, qoşa nöqtə oldu, tire oldu, 2 dənə vergül qoyduq, bir də sual işarəsi qoyduq. Deməli, doğru cavab B variantıymış. Üçüncü sual. Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemaya uyğun gəlir? Elçin təmkinlə, burada nə olmalıdır? Gəlin baxaq. Elçin təmkinlə, artıq bu müəllifin sözüdür, yəni birinci gəlməlidir müəllifin sözü. A və B variantlarını atırıq, bizə lazım deyil. Üzr istəyirəm. Gülnar, niyə yatıb yuxuya qalmısan? Deyər və dərhal əlavə edərdi. Eybi yoxdur, səhər yuxusu şirin olur. Deməli, burada nə olacaq dostlar? Müəllifin sözünü qoyduq, artıq burada sonra vasitəsiz nitq gəlməlidir, yəni burada tire işarəsi olmalıydı. Vasitəsiz nitq işlənir, yuxuya qalmısandan sonra sual işarəsi qoyulur. Deməli, deyər artıq müəllifin sözüdür və sonra da vasitəsiz nitq gəlir. Deməli, müəllifin sözü vasitəsiz nitq, müəllifin sözü vasitəsiz nitq. Hansı olur? Bəli, D variantı. Doğru cavab belə deyilmiş. C ilə Y bizə lazım deyil. 4-ə baxırıq. Söz birləşmələrinin birinci tərəfinin tələffüzünə əsasən məntiqi ardıcılığı tamamlayın. Baxın dostlar, çörək ətri, ürək ağrısı, kəpənək uçuşu. Sözünüz K samiti ilə bitən sözlərdir ki, onlardan sonra saitlə başlanan ifadə söz işlənib. Deməli, növbəti o nə olmalıydı? Bəli, doğrudur. Deməli, növbəti də sonu K ilə bitməlidir və saitlə başlanan gəlməlidir. C lazım deyil, Y lazım deyil, A, D getdi, doğru cavab qaldı, B variantı. Keçirik 5-ci suala. Ellerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu cür sözlər yadınızdadır dostlar. Hədəfin dərs vəsaitindən baxıb oradan yararlana bilərsiniz bunlar haqqında. Yəni, videonu uzatmağa, əlavə qeydlər aparmağa məncə ehtiyac yoxdur. Ümumi isimdir. Hər ikisi ümumi isimdirmi? Tamamilə doğrudur. Deməli, A-nı 2-yə yazmalıyıq. 2-də A olmayan variantlarımızı, yəni D-ni, Y-ni atırıq, bizə lazım deyil. Mücərrətdir. Deməli, A-nın sözünü görə bilirik, bəli. Deməli, ömrü görə bilirik, yox. Deməli, B 1-ə gedəcək. Ona görə C variantı da getdi. Adlı xalda olduğunu əminliklə söyləmək olar. Bunu hansıla aid eləyirik? Hansıla aid eləyirik? C-ni. 3-ə. Niyə? Çünki alın sözünü biz bilirik ki, orada yalnız mənsubiyyət şəkilçisi ilə işlənib və bu halda adlı xalda olur. Deməli, 3-ə C gedəcək. Ona görə də biz B-ni də atırıq. Doğru cavabımız qaldı A. Gəlin digər variantlara da baxaq. Qəbul etdiyi şəkilçinin təhsillik hal yoxsa mənsubiyyət şəkilçisi olduğunu ancaq cümlə və ya birləşmə daxilində müəyyən etmək mümkündür. Bu 1-ə gedir.
deyən ömür sözünə. Söz kökünün ikinci hecasındakı sait düşmüşdür. Bu da ki, dedik ki, ortaq fikirdir. Ona görə doğru cavabımız qalır A variantı. 6-cı sual. Zaman zərfliyinin feili birləşmə ilə ifadə olunduğu cümləni müəyyən edin. Aha. Yazın axırlarından havalar çox isti keçir. Nədir? Keçir. Nə? Havalar. Necə keçir? Çox isti keçir. Nə vaxtdan? Yazın axırlarından. Burada ismi birləşmə ilə ifadə olunmuşdur. Ona görə biz atırıq. Çünki feili birləşmə deyil. Biz kəndə çatar-çatmaz hava qaraldı. Nə etdi? Qaraldı. Nə? Hava. Nə vaxt? Biz kəndə çatar-çatmaz. Gördüyünüz kimi burada feili bağlama tərkibi ilə ifadə olunduğuna görə və zaman zərfliyi olduğuna görə elə doğru cavab olur B variantı. C-yə baxırıq. Axşam hər tərəfdə tonqallar qalanda. Axşam burada sadə zaman zərfliyidir. Heç bir birləşmə yaxud tərkiblə ifadə olunmamışdır. İşdən gələn qardaşım bir qədər uzanıb dincəldi. Burada bir qədər də zaman zərfliyi, üzr istəyirəm, kəmiyyət zərfliyi və zaman zərfliyi yoxdur ümumiyyətlə burada. Vasif bizə əhəmiyyət vermədən keçib getdi. Burada da olmadığına görə doğru cavabımız qalır B variantı. 7-ci suala baxırıq. İllər sonu yaxınlaşanda, ilin sonu yaxınlaşanda tez-tez işıqlar sönür. Sahə nəzarətçisinə edilən zənglər çoxalırdı nümunəsindəki cümlə üzvləri haqqında doğru fikri müəyyən edin. Aha. Təyin feili sifətlə ifadə olunub. Yəni cümləmizi ümumiyyətlə təhlil edək görək nə var, nə yox. Deməli, çoxalırdı. Nə? Çoxalırdı. Nə? Zənglər. Hansı zənglər? Sahə nəzarətçisinə edilən. Deməli, bu təyindir. Dalğalı xətləri qoyaq. Təyindir. Deməli, nə edir? Sönür. Nə? İşıqlar. Nə vaxt? İlin sonu yaxınlaşanda. İlin sonu yaxınlaşanda. Deməli, bu artıq olur zərflik. Və baxaq görək nə var. Təyin feili sifətlə ifadə olunub. Deyə bilərikmi? Feili sifətlə yox. Feili sifət tərkibi ilə ifadə olunub. Çünki tərkib yaradıb burada. Bizə A lazım deyil, A-nı atırıq. İkinci dərəcəli üzvlərin hər üçü işlənib. Gördüyünüz kimi dostlar, tamamlıq yoxdur. Ona görə bu bizə lazım deyil, atırıq. Zərfliklərin ikisi də söz birləşməsi ilə ifadə olunub. Söz birləşməsi də yox. Buradakı məsələn bu zərflik tez-tez zərfliyi, deməli mürəkkəb sözdür. Söz birləşməsi deyil. Atırıq lazım deyil. İki cümlə üzvü söz birləşməsi ilə ifadə olunub. Tamamilə doğrudur. İl sonu yaxınlaşanda bir də ki sahə nəzarətçisinə edilən. Deməli D doğru variantdır. Y-yə baxırıq. İsmi birləşmə ilə ifadə olunan tamamlıq var. Burada da yoxdur. Ümumiyyətlə tamamlığa rast gəlmədik. Doğru cavabımız qaldı D variantı. Keçirik 8-ci suala. Feilin təsvirləməyə formalarına əsasən ardıcıllığı müəyyən edin. Feili sifət, feili bağlama, məsdər. Bu dünya nərdivandır, qalxanda mehribandır. Deməli, bu nədir? Feili bağlamadır. Amma biz deməli feili bağlamanı ortada yazmalıyıq. Yaşamaq yanmaqdır, yanasan yerə. Yaşamaq məsdərdir deyə deməli məsdər sonda gələcək, yəni 2 sonda gəlməlidir. Və elə birinci də 3 olacaq deyə doğru cavab olacaq 3 1 2, yəni B variantı. 9-cu sual. Ellerven diaqramına əsasən altından xətt çəkilmiş sözlərin fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Şadlığından alışıb yandı Nizami, gözüm aydın, gözümə surəti canan görünür. Ey Füzuli, axirət mülkünə lazımdır səfər, böyle fariq təqvadan mühəyyə qıl məta. Deməli, birinci və ikinci sözə baxırıq dostlar. Deyilişi ilə yazılışı fərqlənmir. Nizami və Füzuli sözlərinə oxşar cəhət olduğuna görə əslində bir ortaya yazılmalıdır. Yəni bir yanlışdır deyə bizə lazım deyil. Atırıq. Y getdi, B getdi, A getdi. Qaldı S ilə D. Samitlərin hamısı cingiltilidir. Həm Nizami sözündə məsələn samitlərin hamısı cingiltilidir. Yəni 2 doğru fikirdir. 2-ni saxlayıraq. Ahəng qanuna tabe deyil. Hər iki söz dostlar ahəng qanuna tabe olmadığına görə və ortaya yazıldığına görə biz bunu doğru götürürük. Deməli cavabımızın biri 2-dir, digəri 3-dür. Baxaq 4-ə. Tərkibində uzanan sait var. Bu fikir ortada olmalıdır. Çünki Nizami, Füzuli hər ikisində, deməli Nizami sözündə A, Füzuli sözündə isə U səsi uzandığına görə biz 4-ü ortaya yazmalıyıq. Deməli 4 yanlışdır. 4 atdığımıza görə cavab qalır 2 3 5 C variantı. 5-ə də baxaq. İnci saitlərdən biri dodaqlardır. Tamamilə doğrudur. Deməli üz saiti var orada. O dodaqların saiti hesab olunur. Doğru cavabımız C variantıdır. Sonra keçirik 10-cu suala. Əlavələrin aid olduqları cümlə üzvlərinə görə düzgün ardıcıllığı müəyyən edin. Birdən Bəhram, yəni zirək gənc diqqətimi cəlb etdi. Burada nəyin əlavəsidir? Baxaq. Deməli birinci gəlir, mübtədanın əlavəsidir bu. Bəhramdan söhbət gedir. Bəhram kim? Bəhram. Deməli, birinci gələcək mübtədanın əlavəsi, yəni 2. Birinci 2 olmayan variantları açsaq B, Y, D variantları getdi. Qaldı aynen C. Mübtədanın əlavəsi oldu. Sonra, lap uzaqdakı, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. Nə edirdi quruldaşırdı? Nə? Qurbağalar harada? Lap uzaqdakı, yəni kəndin kənarındakı gölməçələrdə.
Deməli, bu nəyin əlavəsi olacaq? Təyin əlavəsi. Hansı kəndlərdə, hansı gölməçələrdə üzr istəyirəm, uzaqdakı gölməçələrdə, hansı gölməçələrdə, kəndin kənarındakı gölməçələrdə. Deməli, üzr istəyirəm, növbəti gələcək nə? Təyin əlavəsi, yəni 2, 3. Sonra gəlir nə? Sona ömür gün yoldaşının sevincində fərəhləndikcə içində bir rahatlıq tapır. Nə edir? Rahatlıq tapır. Nə edirdi? Bəxtiyarlıq duyurdu. Deməli, burada da xəbərin əlavəsi olduğuna görə 2, 3, 5 olacaq cavab. Sonra gəlir demək, onlar rayon mərkəzinə, yəni xəstəxanaya getdilər. Haraya getdilər? Xəstəxanaya. Bura tamamlıq olduğuna görə, deməli, üzr istəyirəm. Burada zərflik olduğuna görə haraya sualına cavab verir və deməli, sonra gəlməli zərfliyin əlavəsi, yəni 2, 3, 5, 1. Sonra da xəbər əlavəsi olacaq. Niyə? Deməli, mən yanıldım, üzrlü sayın. Burada nə olacaq deməli cavab? Sonuncu olacaq deməli ətrafdakılara, yəni yoldaşlarına nəzər yetirdi. Aha, bəli, doğrudur. Doğru deyirik. Sonra da deməli sonunda da 4 olacaq. Ta ətrafdakılara kimə, yoldaşlarına kimə? Bəli. Sonuncu deməli tamamlıq olduğuna görə cavab olacaq 2, 3, 5, 1, 4. Bu da A variantındadır. C-ni atırıq, qaldı cavabımız A variantı. Axsaqlardandır sözün tərkibinə görə düzgün təhlil sxemini müəyyən edin. Maraqlı sualdır. Gəlin baxaq. Deməli uşaqlar, axsamaq sözün köküdür. Q leksikdir. Lar qrammatik. Dan qrammatik. Dır qrammatik. Doğru cavabımız oldu A variantı. İkinci sual. Nümunədəki əvəzliklər haqqında fikirlərdən hansı yanlışdır? Özünü bilməyən bilməz kimsəni, əriyə əyilər, düzə əyilməz. Şahidim, vəkilim, hakimim mən, qaçmaq mümkünmüdür bu məhkəmədən? Aha, baxaq. Yanlış istəyir bizdən bu arada. Deməli, əvəzliklərdən biri həm mənsubiyyət, həm də hal çəkiltisi qəbul etmişdir. Tamamilə doğrudur. Məsələn, özünü deyə bilərik. Ona görə A variantını atırıq, bizə lazım deyil. Şəxs əvəzliyi baş üzv vəzifəsində işlənib, deyə bilərikmi? Şəxs əvəzliyi baş üzv vəzifəsində işlənib. Yəni ki, mübtəda yaxud da xəbər vəzifəsində. Deyə bilərik, məsələn, mən burada mübtəda vəzifəsində işlənib və deməli şəxs əvəzliyidir. Deməli, B də doğrudur, atırıq. Qeyri-müəyyən əvəzlik tamamlıq vəzifəsində işlənib. Kimsəni deyirik, kimsəni, kimi, kimsəni. Deməli, burada da kimi sualına cavab verdiyinə görə tamamlıqdır. C doğru olduğuna görə atırıq. Əvəzliklər hamısı ismi vəzf etmişdir. Tamamilə yanlışdır. Niyə görə? Çünki bu məhkəmədən, hansı məhkəmədən? Bu məhkəmədən. Burada sifət əvəz edilib, ismi yox. Deməli, doğru cavab olur D variantı. Y-yə də baxırıq. Y də deyir ki, şəxs əvəzliyi adlı haldadır. Deyə bilərik, məsələn, şəxs əvəzliyi, mən söz məsələn burada adlı haldadır. Bizə lazım deyil, doğru cavab qaldı D variantı. 13-cü sual. Verilmiş nümunələrdə sifətin dərəcələrinin işlənmə ardıcıllığını müəyyən edin. Üfüqlə birləşmiş kimi görünən dağların başı üstündə qara buludlar toplaşırdı. Qara adi dərəcələrdə, deməli bir gəlməlidir. Birinci adi dərəcə, yəni 1. Birinci 1 olmayan variantları atırıq, qalır A ilə D. O dümdüz görən kimi M var burada, yəni çoxaltma dərəcəsidir. Deməli 1-dən sonra gələcək 3 və sonra da gəlir hansı 2. Deməli doğru cavabımız da elə oldu nə? 1, 3, 2 A variantı. Keçirik 14-cü suala. Hansı cümlələrdə uzlaşma əlaqəsi var? Uzlaşma əlaqəsinin mübtəda ilə xəbər uzlaşmalıdır mütləq. Bunlar da hansı olacaq? Gəlin baxaq. Onun məqsədi güya öyrənməkdir, məqsədi öyrənməkdir. Deməli mübtəda ilə xəbər uzlaşdığına görə biz biri götürürük. Bir olmayan variantlarımızı isə atırıq. Əlbəttə əli bilməli idi. 2-də yoxdur. Yəni uzlaşma görmürük deyə 3 bizə lazım, üzr istəyirəm, 2 bizə lazım deyil. 2-yə baxmadım, mən 3-ə baxdım. Əlbəttə əli bilməli. Bəli, burada var. Burada var. Yəni ki, biz deməli 3-ü götürəcəyik. 3 olmayan variantları atırıq. Qaldı Y variantı. 6-ya da baxaq. Bəlkə də Nuray razılaşdı. Burada da var uzlaşma əlaqəsi. Ona görə doğru cavabımız olur Y variantı. Sizcə soruşacaqlar. Burada yoxdur ümumiyyətlə. Zənnim caz deyil, burada da yoxdur. Doğru cavab elə Y variantıymış. Bəli. Sonra keçirik 15-ci suala. Mərci sözü ilə bağlı səhv fikri müəyyən edin. Antonimi yoxdur, tamamilə doğrudur. Bizə lazım deyil. Amonimi vardır. Yoxdur axı. Deməli cavabımız B variantıymış. Digərlərinə baxaq. Həm leksik, həm də qrammatik mənası var. Tamamilə doğrudur. İsimdir. Paxıllı fəsiləsinə aid dənli pikdir. Bəli. Çox mənalı söz deyil. Bəli. Alim tanıyıram ki, öz ömrünü ancaq elmi araşdırmalara həsr edib cümləsi haqqındakı fikirlərdən biri səhvdir. Bu da cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Doğrudur, atırıq, lazım deyil. Səhv istəyir bizdən. Baş cümlədə ikinci dərəcəli üzv işlənmişdir. Varmı?
öz ömrünü ancaq elmi araşdırmalar həbs edir. Tamamilə doğrudur, var. Tamamlıq var, atırıq. Baş cümlənin mübtədası isimlə ifadə olunmuşdur. Alim, bəli, var, atırıq, lazım deyil. Üzr istəyirəm. Baş cümlənin mübtədası isimlə ifadə olunmuşdur. Saxlayaq bunu. Budaq cümlədə 2 tamamlıq işlənmişdir. Tamamilə doğrudur, atırıq. Deməli, bu sxemaya uyğundur, bəli. Doğru cavabımız oldu C variantı. Niyə görə? İzah eləyək. Çünki deməli, baş cümlənin mübtədası isimlə ifadə olunmamışdır. Yoxdur heç. Yoxdur. Lazım deyil bizə. Bəli, cavabımız oldu C variantı. Sonra 17-ci sual. Hansı nömrədə vasitəsiz nitqə aid cümlənin xəbəri feilin əmr şəklindədir? Baxaq. Deməli, A bizə lazım deyil, atırıq. Biz söhbət gedə bilməz. B-də də həmçinin. C-də var olsun, var olsun. Götürürük. C-də də cavabımız. Deməli, D-də bilirəm ən şirin röyalarda sən deyirsən sevgilim gəlirim ora. Yox. Nə böyük hikmətlə demiş babalar, hər şey öz suyunu ürəkdən içər. Burada da yox, dostlar. Doğru cavabımız oldu C variantı. 18-ci suala baxaq. Deməli, üslublardan söhbət gedir. Bədii, elmi və rəsmi işgüzar üslub. Amayanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aktsalında Xocalı soyqırımının ildönümünə həsr olunmuş ana mərasimi keçirdi. Burada gördüyünüz kimi məlumat verilir, informasiya verilir və bu publisistik üsluba aiddir. Yəni, burada verilən 3 üslubdan heç birinə aid olmadığına görə biz A-nı ümumiyyətlə götürmürük və A hansı variantlarda varsa çıxırıq. Y getdi, B getdi, D getdi, belə. O birislər qalır, aynəsi. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bu rəsmi işgüzar üsluba aiddir. Yəni 3-ə B gedəcək. Ona görə A variantı getdi. Doğru cavab qaldı C. Gəlin baxaq variantlara. Mübtəda və xəbər cümlənin qrammatik əsasını təşkil edir elmi üslubdur. Yəni 2-yə C gedəcək. Bitki yaşayış sahəsində biosenoz elmdən söhbət gedir. Ona görə elmi üsluba aiddir. 2-yə həm də D gedəcək. Yerdəki telefonda soyuq danışıq işlərini anladı ki, xəttin o biri başındakı sadəcə Rəhimxan deyil, həm də onun gizli günahlarla dolu keçmişdir. Gizli günahlarla dolu keçmişdir. Bu ifadədən biz bilirik ki, burada bədii üslubdan söhbət gedir. Çünki məcaz var, bədiilik var. Ona görə doğru cavab olur C variantı. 19. Sərfin quruluşu hər 3 növünə aid nümunə hansı cümlədədir? Yəni sadə olsun, düzəltmə olsun, mürəkkəb olsun. Gəlin baxaq. Çoxdan Rus teatrında çalışan aktrisa indi birdən-birə səhərdə Azərbaycanla danışır. Birdən-birə, indi, çoxdan. Hər 3 növünə aid olan var. Sadə var, düzəltmə var və mürəkkəb var. Elə cavab A variantıymış. Digərlərinə baxmağa heç ehtiyac yoxdur. 20-ci sual. Cədvələ əsasən uyğunluğa müəyyən edin. Hadisələr eyni zamanda baş verir. Bir fikir digərləri ilə qarşılaşdırılır. Bir hadisənin səbəbini, digərisi nəticəsini bildirir. Tüstü ətrafa yayıldı. Nazlı nəfəs almaqda çətinlik çəkdi. Görək hansı cavab olacaq burada. Deməli, bu dostlar səbəb nəticə bildirir. Tüstünün ətrafa yayılması nəticəsində Nazlı artıq nəfəs almağa çətinlik çəkməyə başlayır. Deməli 3-ə A gedəcək. 3-ə A olmayan variantları çıxırıq. D getdi və C də getdi. Qohum gəlməyə, yad gələ qohum olar. Burada da ki, deməli, bu fikir nəyə aiddir? Bu qarşılaşdırmadır. Qohum gəlməyə yad olar, amma yad gələ qohum olar. Saniyəsində, anında orada siz bir dənə qarşılaşdırma bağlayıcı qoyacaqsınız və salam. Deməli, B nəyə getdi? B getdi deməli 2-yə. 2-yə B olmayanları çıxırıq. A da getdi, qaldı B ilə Y variantı. Buludsuz göyün üzündə ulduzlar görünür. Ay ətrafı işıqlandırırdı. Burada görək nə var? Aha. Eyni zaman daxilində baş verdiyinə görə hər ikisi eyni zamanda olur. Eyni zamanda baş verməni, deməli, ardıcıllıqla eyni zamanı fərqləndirə bilmir bəzən dostlar. Bundan nə etmək lazımdır? Fikir verin ki, zamanda deməli, hadisələrin yerlərini dəyişmək mümkün olur. Amma ardıcıllıqda yox. Ardıcıllıqda ardıcıl baş verir. Birinci bu, ikinci o və s. Aha, deməli, C-ni biz 1-ə əlavə elədik. 1-ə C olanlarda elə Y variantıdır. B-də də yoxdur. Ona görə digər variantlar heç bizə lazım deyil. Cavabımız çıxdı Y variantı. 21-ci sual. Bəndi neçənci misralarında xəbər şəklində olan feil vardır? Badi səbah söylə mənim yarıma, gözəllər çıxıbdır, seyranə gəlsin. Təğafül etməsin işrət çağıdır, içilir hər yerdə, peymanə gəlsin. Görək harda var xəbər şəklində olan feil.
Aha, deməli, bəzi səbəb söylə mənim yanıma. Söylə deyil, burada əmrdə götürə bilmərik. Gözəllər çıxıbdır, çıxıbdır götürürük. Deməli, cavabımızın 1 olur 2. Təğafül etməsin ola bilməz. Atırıq, içilir, içilir burada var. 2, 4. Doğru cavab D variantı. 22-ci sual. Hansı cümlədə, deməli, zərflik, deməli, mübtəda xəbər və mübtəda tamamlıq və xəbər sxeminə uyğundur. Dünənki hadisə ona pis təsir etmişdi. Dünənki təyin olduğuna görə birinci təyin istəmir, bizdən atırıq. Leyla səhər işə tələsdilə. Leyla mübtədadır, atırıq, bizə lazım deyil, çünki bizdən birinci zərfli istəyir. Mən ağrılardan şikayət edəndə mən ola bilməz. Dünən imtahan nəticələri qəzetdə elan edildi. Dünən zərflikdir, imtahanların nəticələri mübtədadır, qəzetdə deməli tamamlıqdır. Elan edildi də xəbərdir. Elə doğru cavabımız olur D variantı. Baş-başa verilmiş ağacların arasında götürə bilmərik, çünki bizdən birinci zərfli istəyirdi. Doğru cavab D oldu. 23-cü sual. Bağlayıcı söz işlənmiş tabelin mürəkkəb cümlələri müəyyən edin. Gəlin görək harda var. Deməli, kim ki öyrənməyə arıb, kim ki var, biri götürürük. Cavabımızın biri 1-dir. Aha. Pislik niyə edirsiniz? Axı pislik görərsiniz. Burada yoxdur, lazım deyil bizə. Sonra nə tökərsən aşına, o da çıxar. Nə tökərsən, o da çıxar. Deməli, 3-ü götürürük, 3 lazımdır bizə. Bağlayıcı söz deyəndə bilirsiniz nə nəzərdə tutulur? Sual əvəzlikləri. Aha, Akif istədi ki, atasının ona hörmət artıb. Yoxdur burada. Hara ata-ana məhəbbəti ilə bəzənibsə, ora gözəldir. Hara var deyə biz 5-i də götürürük. Doğru cavabımız oldu 1, 3, 5. Sinifdəki gərginlik səylə çalışmağımıza mane olur nümunəsindəki sözlərlə bağlı düzgün fikirləri müəyyən edin. Sinifdəki isim düzələn yer zərfidir. Götürə bilirik? Yox. Niyə? Çünki deməli yer zərfi deyil. Burada təyindir. Atırıq, bizə lazım deyil. Gərginlik düzəltmə sifətdən yaranmış isimdir. Doğrudurmu? Bəli. Niyə? Çünki gərgin, necə gərgin? Gərməkdən gərgin yaranıb, gərgindən gərginlik. Bu tamamilə doğrudur. Gərginlik özü də isim hesab olunur. Deməli, cavablarımızdan biri olur dostlar 2. Sonra, səy isim lə qoşmadır. Burada xeyr. Niyə? Lə burada zərf düzəldən şəkilçi olduğuna görə bizə lazım deyil, atırıq. Çalışmağımızda mənsubiyyət və hal şəkilçisi düzəltmə feildir. Bu, deməli, yanlışdır, çünki düzəltmə feil deyil, isimdir. Lazım deyil bizə. Mane olurdu. Xəbər şəklində idi səci ilə işlənmiş feildir. Tamamilə doğrudur. Doğru cavabımız oldu 2 və 5. Sonra 25-ci sual. Hansı cümlədə həm yəqinlik, həm də güman şübhə bildirən modal söz var? Yəqin mənim sözlərimi ümumiyyətlə qulaq ardına vurursan, burada deməli nə olacaq? Burada yoxdur gördüyünüz kimi. Yəqin var, amma güman şübhə bildirən olmadığına görə bizə lazım deyil. Ümumiyyətlə bu arada güman şübhə bildirən deyil dostlar, yadınızda saxlayın. Bəlkə pulun oğurlanmasından doğrudan da əmimgilin xəbəri yoxdur. Doğrudan da varmı? Güman şübhə bildirir. Bəlkə də ki, yəqinlik bildirir. Deməli cavabımızın biri olur 2. Sonra, doğrudur, rəqibinin kürəyini yerə müəyyən qədər yerdə saxladı və nəhayət qələbə qazandı. Nəhayət var, doğrudur var. Doğrudur, yəqinlik bildirir. Deməli, nəhayət də güman şübhə bildirir. Götürdük 2-ni. 4-ə, üzr istəyirəm, 3-ü götürməliyik. 3 bizə lazım deyil, səhvdir. Mən səhv izah etdim. Üzrlü sayın. 4-ə baxırıq. Doğrusu güllədən xoşum gəlmədi. Görünür, o da bunu anlamışdı. Görünür var, doğrusu var. Hər ikisi məna növünə uyğun olduğuna görə cavabımız olur 2 və 4. Sonra 26-cı sual. Hansı nümunəyə əsaslanaraq cədvəldəki doğru fikirləri deməli müəyyən edin. Şəhər kənarında gəzərkən sinif yoldaşım Zaurla rastlaşdım. Həm təsdiqlənən, həm də təsdiqlənməyən feil işlənib. Tamamilə doğrudur. Gəzərkən var, bir də rastlaşdım var. Deməli 1 doğrudur. 1-i atırıq. 2 nümunədəki bütün leksiyələrin həm leksik, həm də qrammatik mənası var. Tamamilə yanlışdır. Çünki burada lalə var. Bu da ki, qoşmadır və qoşmanın leksik mənası olmur. 2 bizə lazım deyil, atırıq. Fe'lər qayıdış növdədir. Tamamilə yanlışdır. Qayıdış növdədir, məlum növdədir. 3-ü götürmürük. Nümunədə ismi birləşmə işlənmişdir. Bəli, doğrudur. İsmi birləşmə sinif yoldaşım məsələn var. Amma bunu yanlışın altına yazdığına görə, bu doğru fikirdir. Yanlışın altına yazdığına görə yanlış olur. Mənsubiyyət çəkilçisi qəbul etmiş sözlər işlənmişdir. Bu da doğru fikirdir. Məsələn, sinif yoldaşım var, var burada. Amma bu sözü, bu fikri yanlışın altına yazdığına görə biz bunu da götürmürük, çünki yanlışdır. Nümunədə işlənən feillər qurulduqca düzəltmədir. Bəli, rastlaşdım var, gəzərkən var. Bunlar deməli düzəltmə hesab olunduğuna görə cavabımız 1 olur 1, 1 də olur 6. 27-yə baxaq dostlar. Qrammatik normanın pozulması ilə bağlı uyğunluğu müəyyən edin.
maraqlı sualdır. Söz sırası pozulmasına görə, şəkilçilərin ardıcıllığının gözlənilməməsinə görə, bir də mübtədə və xəbər arasında uzlaşmanın pozulmasına görə baxarıq 1-ə. Üfüqə baş qoyur mürgülü günəş. Gördüyünüz kimi söz sırası pozulub. Necə olmalı idi? Deməli, mürgülü günəş üfüqə baş qoyur. Belə olmalı idi. Söz sırasının pozulmasına görə olduğuna görə biz 1-ə A-nı yazırıq. B-yə baxırıq. Onlar vətən uğrunda canlarından keçmişlərdir, dostum. Bu nədir? Şəkilçi ardıcılığı pozulub burada. Keçmişdirlər olmalı idi. Onlar vətən uğrunda canlarından keçmişdirlər, dostum. Belə olmalı idi. Yəni 2-yə B gedəcək. 3-ə baxırıq. Üzr istəyirəm, C-yə baxırıq. Hər üçü birdən cavab verdilər. Bu üçüncüyə aiddir. Hər üçü birdən cavab verdi olmalıdır. Verdilər yox. Yəni mübtəda xəbər uzlaşması pozulub. Ona görə də biz C-ni 3-ə qoyuruq. 4-ə baxırıq. D-yə üzr istəyirəm, baxırıq. Dalğalar hey təlatümlə çırpınırdı. Dalğalar təlatümlə çırpına bilərmi? Bəli, doğrudur. Yəni şiddətlə çırpınırdılar, belə deyək də. Bu bizə lazım deyil. Ona görə atırıq, heç birinə getməyəcək. Eşit harayımı ay mehribanım. Burada da ki nə olacaq? Söz sırası pozulub. Ay mehribanım, harayımı eşit. Yaxud da harayımı eşit, ay mehribanım. Eşit harayımı, ay mehribanım ola bilməz deyə biz bunu, yəni deməli Y-ni 1-ə qoyuruq. A-nın yanına. 1A-Y, 2B, 3C. Dostlar, mətnlə bağlı olan suallar kodlaşdırma vərəqində göstərildiyi üçün bizim əlimizdə hal-hazırda o material yoxdur. Ona görə də mətn suallarımız qalacaq situasiya. Digər testlərimiz isə baxın bu cür həll etdik. Ümid edirəm ki, sizlər üçün müəyyən qədər faydalı oldu. İnşallah gələn videomuzda növbəti blok imtahanının sualların izahları ilə tanış olacağıq. Gələn videolarımızda görüşmək ümidi ilə hələlik.